Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda qurtları anında tökən, immuniteti gücləndirən, qanda xolesterol səviyyəsini aşağı salan, kalsium miqdarını artıran təbii bir qarışım hazırlayacağım. Qarışımı hazırlamaq üçün qoz, badam, ağ küncüt, boran dənəsi və katan toxumu götürmüşəm. Bunların hər birini ayrı-ayrılıqda üyüdürəm. İstifadə olunan çərəzlərin miqdarını artırıb azaltmaq olar. Hazırladığım bütün çərəzləri geniş bir qabın içərisinə əlavə edirəm. Qaşıqla qarışdırdıqdan sonra üzərinə bal tökürəm. Balın miqdarı da ərzaqların az və çoxluğuna görə dəyişə bilər. Təxminən 1 stəkan bal əlavə etdim. Sonra qarışdırıram. Az olarsa yenidən balı artırmaq olar. Hazır qarışım bu cür olmalıdır. Bu qarışımı gündə 1 və yaxud da 2 dəfə 1 çay qaşığı yeməkdən qabaq qəbul etmək lazımdır. Bankalara yığıb otaq temperaturunda saxlamaq olar. Videom sizlər üçün faydalı oldusa bəyənməyi unutmayın.